İmam Hüseyin qayıdır xeymiyə, Həzrəti Zeynəbə deyir, südəmər uşağımı gətir, onunla vidalaşım. Uşağı alır qucağına, dayanır düşmən müqabilində. Deyir, bəs bu uşağın günahı nədir? Mənlə vuruşursa bunun günahı nədir? Deyirlər, uşağın boğazının ağlığı görsənir. Atasının qucağında. Ömər Səd baxır hərməliyə. Hərməliyə baxır, yəni nə dayanmısan, vur. Hərmələ soruşur, atasın vurum ya övladın uşağın? Deyir, boğazının ağlığını görmürsən? 3 dənə 3 şöbəli ox gətirmişdi, deyirlər Hərmələ Kərbəlaya. 3 dənə 3 şöbəli ox ağırdı, onun yarası çox ağırdı. Birini Əbəlfəz ağaya atdı, atdan yerə salan o ox oldu Əbəlfəz ağanın. Birini Aşuranın rozəsidir, İmam Hüseynin qəlbinə sancıldı, İmam Hüseyni yerə yıxdı. İndi siz təsəvvür eləyin, bir ox ki Əbəlfəzi atdan yerə sala, gör Əli Əsxərə neyniyər. Atdı, ox sancıldı uşağın boğazına, İmam Hüseyin ağa gördü ki uşağın başı düşdü qollarına. Elə bil az qalır boynundan üzülə, belə vəziyyətdə. İmam qanı götürdü, boğazdan axan qanı səpdi göyə. Dedi, ilahi bu qurbanı məndən qəbul elə. Seyyid ibn Tavus yazır ki, bir damcı o qandan yerə qayıtmadı. Yəni Hüseyin qurbanın qəbul oldu. Düşmənlərdən biri deyir ki, ürəyim yandı Hüseynə. Dayanıb meydanda, uşaq əlində. Nə qabağa gedə bilir döyüşə, nə çadırlara tərəf gedə bilmir, anası uşağın xeymədədir. Biraz dayandı ağa, qayıtdı, gəldi. Birinci Zeynəb gəldi qabağa, gördü Hüseyin gəlir, 6 aylıq uşaq oxlanan vəziyyətdə onun qucağında. Gəldi, bu sözü dedi ki, Hüseyin saralan rəngi və bacın qurban. Hüseyin, bu uşağın günahı nə idi? Bunu niyə belə elədilər? İmam Hüseyin dedi, bacı al bu uşağı məndən, apar anası Rubaba təqdim elə. Ən çox ürəyimi mənim yandıran bu mənzərədir. Ki Zeynəb Əli Əsxər qucağında gedir uşağın anası Rubabın xeyməsinə. İmam Hüseyin də gəlir dalıcan. Özü gəlmir, Zeynəbə verir. Zeynəb gəlir, Rubab eşidir, xeymədən çölə çıxır. Çıxan kimi görür uşağı yaralı vəziyyətdə bibisinin qucağında. Uşaq ölüb, dünyasını dəyişib. Uşağına baxanda birdən gözü İmam Hüseyinə sataşır. Görür İmam Hüseyin arxada dayanıb, başını salıb aşağı. Deyir, Rubab uşağı götürmür Zeynəbin qucağından. Gəlir, dolanır İmam Hüseynin başına. Deyir, ağa, başını niyə aşağı salmısan? Ağa, xəcalət çəkirsən, məni anan Zəhra yanında istəyirsən xəcalətdə eləyəsən. Məgər mənim sözüm var. Hərə bir igid gətirib qurban verə, mənim bu 6 aylıq əskərim sənə fəda olsun, canım sənə fəda olsun, nəyim var sənə fəda olsun. Dolanır İmam Hüseynin başına. Belə bir xanım idi Rubab. Şamda Zeynəb deyir, girdim Rubabın xeyməsinə, gördüm boş beşiyi qoyub qabağına, ana necə oxşayar balası. Deyir, Əli, bir vaxt su istədin, suyum olmadı verəm. Süd istədin, südüm olmadı. İndi gəl, südüm də var, suyum da var, sən hayandasan. Deyir, ağlayır. Yazırlar, İmam Hüseyindən sonra bir dəfə də sərin su içmədi. Soruşdular, Rubab niyə? Dedi, mənim Hüseynim susuz öldürüldü. Günün istisində kölgədə oturmazdı, gedib gün qabağında oturardı. Xanım, niyə kölgəyə keçmirsən? Mənim Hüseynim gün qabağında can verdi.